Sizə çox möhtəşəm bir kino tövsiyə eləyəcəm. Bu kinoda inanılmaz aktyor performansları, sinematografiyada görmədiyiniz yeniliklər və həyatınızı dəyişdirəcək bir hekayə yoxdur. Hətta saydığım şeylər bu kinoda ortalamadır. Bəs onda necə olur ki, bu filmi möhtəşəm adlandırıram, hətta sizə də tövsiyə edirəm. Düzdür, bu filmi möhtəşəm adlandırmaq biraz ədalətsiz olar, amma bu filmin etmiş olduğu bir şey var ki, həqiqətən möhtəşəmdir. Və əminəm ki, mənim kimi bir çoxunuz bunu ilk dəfə təcrübə edəcəksiniz. Bu film öz içində 3 fərqli janrı bizə yaşadır. Həm qorxu filmi, həm dedektiv mistik və son olaraq da dram janrını. Düşünə bilərsiniz ki, bunu başqa filmlərdə də görmüşük. Məsələn, qorxu filmi olub ki, orada bəzi hissələrində sevgi olub və həm qorxu, həm dram olub da belə deyək. Amma bu film elə deyil. Burada bir hekayədə 3 janr birdən yaranmır. Hamısı ayrı-ayrılıqda bir-birinə qarışmadan yaşanır. Və bir janrın hissəsi bitdikdən sonra heç olmamış kimi yoxa çıxıb gedir. Bir saat 50 dəqiqəlik filmi bitirdikdə saatlarla çəkmiş, bir neçə filmi izləmiş hissiyatı yaşayacaqsınız. Nəysə, gəlin sizə film haqqında biraz danışım. Bu film spoilerlardan çox həssasdır. Sizə deyə biləcəyim hər hansı kiçik bir informasiya sizin bütün kino zövqünüzü poza bilər. Buna görə də maksimum ehtiyatlı şəkildə film haqqında sizə biraz danışacağam. Deməli, kinonun başlaması ilə baş personajımız Jin yuxudan ayılır və ailəsi ilə birlikdə maşında harasa getdiklərini görür. İlk öncə biraz çaşqınlıq yaşayır, amma sonra qardaşı deyir ki, yeni evimizə köçürük. Beləliklə də gedib yeni evə çatırlar. Amma bir qəribəlik ortaya çıxır. Jin bu evi xatırlayır. Bu evi gördüyünə, hətta burada olduğuna tamamilə əmin hiss edir. Amma heç cür xatirənin mənbəyini tapa bilmir. Bununla da evə tam yerləşməyə başlayırlar və ilk maraqlı məqam ortaya çıxır. Evdə qapısı heç vaxt açılmamalı olan bir otaq var. Əvvəlki ev sahibinin əşyalarını müvəqqəti qoyduğu bir otaq. Bir ay ərzində gəlib götürəcəkmiş, amma o vaxta kimi nə olur olsun, heç bir halda otağı açmaq olmazmış. Beləliklə ailə yavaşdan evə alışır və ilk naharlarını etməyə başlayırlar. Hamı deyir, gülür, əylənir və tam o arada üst mərtəbədən, yəni o otaqdan bir səs gəlir. Oğlan ailəsinə oradan səs gəldiyini desə də, sanki bunu ailədə ondan başqa heç kim eşitmir. Beləcə də səsin çöldən gəldiyini qəbullanıb nahara davam edir. Artıq gecə olur və Jin yatmaq üçün yerinə girir. Biraz mahnıya qulaq asıb yuxulamaq istəyirdi ki, yenə otaqdan bir səs eşidir. Bu dəfə eşitdiyinə əmin idi. Yerindən durur və qapıya tərəf yaxınlaşmağa başlayır və daha bir qəribə səs eşidir. Həyəcan və qorxu içində otağa daha da yaxınlaşır. Qapını açmağa başlayır. Tam qapını açırdı ki, qardaşı gəlib icazə vermir. Jini də çölə aparır ki, çox stressdən qulaqlarına səslər gəlir. Gedək bir hava alaq. Çöldə hava almaqdan qayıdanda bir də görür ki, bir qrup şəxs qardaşını zorla tutub apardı. Var gücü ilə evə qaçır, gördüklərini ailəsinə deyir və orada da ürəyi gedir. Sonra düz 19 gün qardaşından xəbər çıxmır. 19 gündən sonra birdən-birə qardaşı peyda olur. Yaddaşının bulanmış olduğunu, harda və nə etmiş olduğunu xatırlamadığını deyir. Hamı heç nə olmamış kimi həyatına davam edir. Ta ki bir gün Jin normalda axsayan qardaşının axsamadığını görənə qədər şübhələnir və onu izləməyə başlayır. Həqiqətən də onun öz qardaşı olmadığını görür. Bu arada Jinin otaqdan eşitdiyi səslər əməllicə artmağa başlayır. Hətta gecə evin içində kimsə gəzdiyini görür. Sonra nə olur? Təəssüf ki, film haqqında daha çox şey danışa bilmirəm. Bu danışdıqlarım sadəcə filmin başlanğıcıdır. Sonra işlər həqiqətən çox qarışacaq və çox maraqlı hal alacaq. Əvvəl də demiş olduğum kimi, indi deyəcəyim hər hansı bir şey sizin film zövqünüzü çox öldürə bilər. Amma əmin olun ki, heç nə təxmin elədiyiniz kimi deyil. Videonun əvvəlində dediyim janr məsələsini filmi izlədikcə anlayacaqsınız. Bu arada filmin adı The Forgotten'dır və 2017-ci ildə Koreya tərəfindən çəkilib. Bunu da bildirim ki, film izləyənlərin çoxu tərəfindən bəyənilib. Yəni böyük ehtimalla ki, siz də bəyənəcəksiniz. Burada isə sizinlə sağollaşıram. Filmi izləmiş olanlardan da rəylərini gözləyirəm. İndi isə hələlik, növbəti maraqlı bir filmdə görüşənədək.